Hər kəsə salam. Bugün yenə çox maraqlı mövzuyla gəlmişəm. Bilirəm ki, bir çoxunuzun bu mövzuyla bağlı sualları var və düşündüm ki, məhz bu videomda mən sizin bütün bu suallarınızı ətraflı şəkildə cavablandırım. Mövzumuz isə Papa, Dядя и Дедушка. Bu isimlər hansı cinsə aiddir? Kişi cinsinə yoxsa qadın cinsinə? Videonun sonuna qədər izləyin. Mən əminəm ki, bu video sizə çox faydalı olacaq. Video keçməmişdən öncə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın ki, bu video bir çox insanın qarşısına çıxsın və bir çox insan bu videodan faydalana bilsin. Bildiyiniz kimi rus dilində 3 cins var. Mужской род kişi cinsi, женский род qadın cinsi, средний род orta cins. Və biz rus dilində ismin cinsini sözün sonuncu hərfinə uyğun təyin edirik. Sonu samitlə bitən bütün isimlər, fərqi yoxdur, canlı və yaxud cansız, hamısı kişi cinsinə aiddir. Telefon, dom, drug, brat, город и так далее. Sonu A və ya şəkillərlə bitən bütün isimlər isə yenə fərqi yoxdur, canlı və yaxud cansız, hamısı qadın cinsinə aiddir. Kvartira, maşina, karta, mama, работа, sestra, papka и так далее. Sonu O və Y şəkillərlə bitən bütün isimlər isə rus dilində orta cinsə aiddir. Платье, мероприятие, здоровье, собрание и так далее. Orta cinsli isimlərin kişi və qadın cinsli isimlərdən yedisini bir dənə fərqi ondadır ki, kişi və qadın cinsli isimlərin arasında həm canlı, həm cansız isimlər olursa, orta cinsli isimlər ancaq sonu O və Y şəkilləri ilə bitən cansız isimlərdir. Amma təbii ki, istisnalarsız olmaz və bu istisnalar da məhz Papa, Dядя и Дедушка isimləridir. Düzdür. A və Y şəkilləri bitməyinə baxmayaraq bu isimlər qadın cinsinə yox, kişi cinsinə aid. Lakin burada bəzi məqamlar var ki, hansı ki sizin danışığınızı daha da asanlaşdıracaq və bu videomda mən məhz bu məqamlar haqqında ətraflı şəkildə danışmaq istəyirəm. İlk öncə gəlin yadımıza salaq, rus dilində ismin cinslərini bilmək niyə vacibdir? Mən əslində digər videolarımda bu mövzu haqqında danışmışam, amma gəlin yenə yadımıza salaq. Necə ki Azərbaycan dilində hallanma var, точно так же и в русском языке есть склонение. Rus dilində də hallanma var. Necə ki Azərbaycan dilində 6 hal var, adlıq, yəlik, yönlük, təsirlik, yerlik və çıxışlıq hallar var. Eyni rus dilində də есть 6 падежей, 6 hal var. İminительный падеж adlıq hal, родительный, yəlik, дательный, yönlük, винительный, təsirlik, творительный, yerlik, предложный, çıxışlıq hallar. Və həmişə mən bunu qeyd edirəm ki, rебята, əgər sizə terminləri yadda saxlamaq çətindirsə, öyrənməyin o zaman. Hələ necə Azərbaycan dilini bilirdisə, hələ o formada da yadda saxlayın. Çünki terminlər danışıqda istifadə olunmur. Yəni terminləri bilmək sizə vacib deyil. Sizə əsas şəkilləri bilmək lazımdır. Çünki danışıqda nə istifadə olunur? Şəkillər, terminlər yox. Lakin Azərbaycan dilində hallanmanın rus dilində hallanmasından fərqi ondadır ki, bizdə Azərbaycan dilində cins adlı bir понятие, cins adlı bir anlam yoxdur. Yəni kişi cinsi, qadın cinsi, orta cins yoxdur. Və biz Azərbaycan dilində demək olar ki, bütün isimləri eyni standart formada və eyni şəkillərlə hallandırırıq. Amma rus dilində elə deyil. Siz rus dilində bütün isimləri eyni formada və eyni şəkillərlə hallandıra bilmərsiniz. Məsələn, iki eyni mənalı söz götürək. Dom и kvartira. Dom ev deməkdir, kvartira isə sırf mənzil deməkdir. Amma İkisinin də mənası evə gəlir, çıxır da, правильно? Məsəl üçün, siz dom və kvartira sözlərini ikisini də eyni formada hallandıra bilmərsiniz. Niyə? Çünki dom kişi cinsli isimdir, kvartira isə qadın cinsli isimdir. Hələ Azərbaycan dilinin hallanmasından da fərqi ondadır ki, rus dilində isimlər məhz bu üç cinsə görə hallanır. Rus dilində hər cinsin özünə məxsus hallanması, hallanan zaman qəbul etdiyi özünə məxsus şəkilləri var. Məsələn, dom kişi cinsli isimdir, o sırf kişi cinsli isim kimi hallanacaq. Kvartira isə qadın cinsli isimdir, o sırf qadın cinsli isim kimi hallanacaq. Yəni siz onların ikisini də eyni formada və eyni şəkillərlə hallandıra bilmərsiniz. İndi qayıdaq Papa, Dядя и Дедушка isimlərinə. Deməli, Papa, Dядя и Дедушка sonu A və ya şəkilləri ilə bitən qadın cinsli isim yox, kişi cinsli isimlərdir. Amma məsələ ondadır ki, Papa, Dядя и Дедушка kişi cinsinə aid olmağına baxmayaraq qadın cinsli isim kimi hallanacaq. Вот, например, возьмем слово квартира. Kvartira qadın cinsli isimdir. Gəlin indi yadımıza salaq görə qadın cinsli isimlər necə hallanır? Kvartira в родительном падеже yəlik halda olacaq. Kvartirы в дательном падеже yönlük halda. Kvartiре в винительном падеже təsirlik halda. Kvartiru в творительном падеже yerlik halda. Kvartirой в предложном падеже çıxışlıq halda будет kvartiре. Bu, qadın cinsli isimlərin hallanmasıdır. Yəni, hallanan zaman qəbul etdiyi şəkillərdir. İndi isə gəlin Papa sözünü hallandıraq. Вот, Papa eyni kvartira sözü kimi hallanacaq. Halbuki, Papa kişi cinsinə aiddir. Papa в родительном падеже будет папы, в дательном падеже папе, в винительном падеже папу, в творительном падеже папы и в предложном падеже будет папе. Eyni kvartira sözü kimi hallandı. Bəs yaxşı, necə olur onda bu kişi cinsinə aiddir, amma qadın cinsli isim kimi hallanır? Siz
papa, dядя и dедушка isimlərinin kişi cinsinə aid olduğunu yelik əvəzliklərlə işlətdiyiniz zaman başa düşürsünüz ki, bu, оказывается, kişi cinsli isimdir, qadın cinsli isim yox. Necə? Məsələn, siz əgər demək istəyirsiniz ki, bu mənim mənzilimdir, вы скажете, это моя квартира. Почему моя? Çünki kvartira qadın cinsli isim olduğu üçün mən bunu даже bundan qabaqki videomda demişdim ki, biz rus dilində yelik əvəzliklərinin cinsini şəxsin cinsinə uyğun yox, mənsubluq bildirən ismin cinsinə uyğun təyin edirik. Kvartira mənsubluq bildirən qadın cinsli isimdir. Avtomatik yelik əvəzliyi də qadın cinsində işlənir. Və biz deyirik ki, это моя квартира, это моя сестра, это моя мама, это моя машина, это моя подруга. Amma biz уже desək ki, bu mənim atamdır və ya dayımdır və ya babamdır, мы уже здесь не моя скажем, а мой скажем. Это мой папа, это мой дядя, это мой дедушка. То есть papa, dядя и dедушка isimlərinin kişi cinsinə aid olduğunu biz yelik əvəzliklərlə işlənən zaman başa düşürük əslində. Mən indi, например, sual versəm, tanışıma, ya rəfiqəmə ki, bu sənin atandır. Я не скажу там, это твоя папа? Нет, это твой папа или это ваш папа? Bu sizin atanızdır. Это ваш дядя или это ваш дедушка? Но ни в коем случае это ваша дедушка. Уже это ваша дедушка dediğiniz zaman все автоматически уже cümle səhv getdi. Səhv oldu. Неграмотная речь. Надо ваш, мой, твой, наш. Kişi cinsli yelik əvəzliklərdən istifadə etmək lazımdır. İndi isə gəlin qayıdaq hallanmaya. Deməli, mən qeyd elədim ki, baba, dядя, dедушка kişi cinsli isimlərə aid olmağına baxmayaraq, eyni qadın cinsli isimlər kimi hallanır. İndi gəlin belə bir cümlə quraq. Deməli, mən atama zəng vururam. Kimə zəng vururam? Atama. Deməli, rus dilində kimə, kamu deməkdir. Bunu istəsəz özünüzdə qeyd edə bilərsiniz. Kimə, kamu deməkdir və bu sual rus dilində yönlük halın sualıdır. Yəni, əgər siz görürsünüz ki, isim kimə, yəni kamu sualına cavab verirsə, biz həmin isimləri işlədirik yönlük halda, yönlük halın şəkilçisindən istifadə edirik və önündə də heç bir qoşma qoymuruq. Qoşma nəyi nəzərdə tuturam? Yəni, u, k, s, ad, yəni bu qoşmaların heç birindən istifadə etmirik. Sadəcə olaraq yönlük halın şəkilçisindən istifadə edirik. İndi qadın cinsli isimlər də yönlük halda Y şəkilçisini qəbul edir. Например, mama властно позже yönlük halda olacaq mami, сестра, сестре. Тетя будет тете, учительница, учительница, медсестра, медсестре. İndi siz demək istəyirsiniz ki, mən atama zəng vururam. Правильно? Birincisi, rебята, sizə məsləhətim, hər yerdə əvəzliklərdən istifadə etməyin. Bəzi tələbələr elə düşünürlər ki, hər cümləyə bu yelik əvəzliyini artırmaq lazımdır. Mənim atama zəng vururam. Rебята, zачем? Mən atama zəng vururam, zaten öz atama zəng vururam da. Əgər mən başqasının atasına zəng vursam, orada deyərəm də, məsələn ki, mən filan kəsin atasına zəng vururam. Amma mən deyəndə ki, prosta mən atama zəng vururam, zaten qarşımdakı insan başa düşür ki, mən öz atama zəng vururam. Yəni, əvəzlikdən istifadə etməyə ehtiyac yoxdur. Siz, naborot, özünüzü elə içində çaşdırırsınız. Çünki yelik əvəzlikləri də ayrıca hallanır. Əgər hər yerdə siz yelik əvəzindən istifadə eləsəz, siz özünüzü çətinliyə salacaqsınız. Çünki onu da hallandırmaq lazımdır, bunu da hallandırmaq lazımdır. Niyə? Hələ bir dənə ismi hallandırın, ifsiyo da. Mən atama zəng vururam. Aha, значит, burada kimə zəng vururam? Atama. Kamu sualına cavab verir. Ata nədir? Papa. Və qadın cinsli isim kimi hallanır da. Düz, nə olsun ki, kişi cinsli isimdir, amma qadın cinsli isim kimi hallanır. Qadın cinsli isimlər də yönlük halda hansı şəkilçini qəbul edir? Ye. Все, siz deyəcəksiniz ki, я звоню папе. Я звоню маме, я звоню папе. Я звоню дяде, я звоню дедушке. Və ya başqa bir sual götürək. Məsələn üçün, kimi sualını götürək. Kimi rus dilində kavo deməkdir və bu sualda rus dilində təsirlik halın sualıdır. Yəni, əgər siz görürsünüz ki, isim kimi, yəni kavo sualına cavab verirsə, biz avtomatik olaraq həmin isimləri işlətməliyik təsirlik halda. Təsirlik halın şəkilçisindən istifadə etməliyik. Deməli, indi siz belə bir cümlə qurmaq istəyirsiniz ki, mən atamı gözləyirəm. Kimi gözləyirəm? Atamı, kavo yajdu. Значит, burada papa, kavo sualına cavab verdiyi üçün təsirlik halda işlənməlidir. Qadın cinsli isimlərdə təsirlik halda u şəkilçisini qəbul edir. Mama olacaq mamu, учительница, учительницу, подруга, подругу и так далее. İndi siz də demək istəyirsiniz ki, mən atamı gözləyirəm. Ata, papa, kişi cinsli isim olmağına baxmayaraq qadın cinsli isim kimi hallanır. Deməli, təsirlik halda olacaq papu. Все, я жду папу. Я жду сестру и я жду папу. Я жду дядю. Я жду дедушку. Yəni, rебята, papa, dядя и dедушка, bəli, qadın cinsli isim sayılmır, kişi cinsinə aiddir. Amma burada iki məqam var. Məqamlardan biri,
Baba, dядя, diyeduşka kişi cinsli isim olmağına baxmayaraq qadın cinsli isim kimi hallanır. Yəni hallanan zaman qadın cinsli isimlərin şəkillərini qəbul edir. Və siz baba, dядя и diyeduşka isimlərinin kişi cinsinə aid olduğunu yalnız yelik əvəzliklərindən işlənən zaman təyin edirsiniz. Это мой папа, это мой дедушка, это мой дядя, или это, например, твой папа, твой дядя, твой дедушка, все. Amma digər cümlələrdə, məsəl üçün atama zəng vururam, atama yazıram, atamı gözləyirəm, atamla, например, danışıram. Bu tip cümlələrdə, yəni yelik əvəzliyindən əgər istifadə eləmirsinizsə, prosta sadə, yəni ki, cümlə qurursunuz da bu üç isimlə. Vso, rahatçılıqla qadın cinsli isim kimi işlədin. Yəni onun kişi cinsinə, kişi cinsi kateqoriyasına aid olduğunu ancaq yelik əvəzliklərindən işlətdiyiniz zaman siz görürsünüz. Qalan digər sadə cümlələrdə isə qətiyyən buna fikir verməyin. Vso, rahat. Necə qadın cinsli isimləri işlətmirsiniz? Baba, dядя, diyeduşkanı da eyni formada istifadə edin, eyni şəkillərlə, rahat şəkildə. Amma hə, yelik əvəzliklərlə işlədirsinizsə, da orada mütləq siz ona fikir verməlisiniz ki, bu qadın cinsli isim yox, kişi cinsli isimdir. Vso, rебята, görürsünüz nə qədər sadə bir qaydadır əslində. Yəni burada çətin heç nə yoxdur. Bəzi insanlar o qədər qəlizləşdirirlər bunu ki, ayda papa, dядя, diyeduşka, görürsən hansı cinsiyətdir, kişi, qadın, kaşa malaşa. Amma əslində çox sadə bir qaydası var. Ona görə mən həmişə deyirəm ki, düzgün metodika ilə məşğul olduğunuz zaman, poverti, heç nə sizə çətin gəlməyəcək və siz çox tez bir zamanda bu dili asanlıqla öyrənə biləcəksiniz. Onu da qeyd edim ki, fərdi və qrup dərslərimə qeydiyyat hələ də davam edir və aprel ayının 5-i növbəti Telegram qrup dərslərimiz start götürür. Telegram qrup dərslərinin fərdi və qrup dərslərdən fərqi ondadır ki, qrammatika aid olan mövzular video format şəklində paylaşılır. Bunu da nə üçün etmişik ki, qrafiki dəqiq olmayan tələbələr, körpəli analar rahat şəkildə dərslərə qoşula bilsinlər. Yəni burada qrafik tamamilə sərbəstdir. Siz istədiyiniz saatda, istədiyiniz vaxt rahat daxil olub dərsləri izləyə bilirsiniz. Və 4 aylıq proqramı əldə edən tələbələrdə bütün materiallar həmişəlik onlarda qalır. Yəni nə vaxtsa istəsələr təkrar eləmək, daxil olub həmin dərsləri tezdən izləyə biləcəklər. Və bu patok üçün mən cəmi 30 yer ayırmışam və 30 yerdən artıq 25 yerimiz tamamilə dolub. Cəmi 5 yerimiz qalıb. Əgər siz hələ də qoşulmamısınızsa, vaxtınız var, qeydiyyatdan keçmək üçün WhatsApp linkimizə keçid edib yaza bilərsiniz. Vso, rебята, bugünlük bu qədər. Ümid edirəm ki, bu mövzu hər birinizə aydın oldu və mən sizin bütün suallarınızı cavablandıra bildim. Əgər yenə də hər hansısa bir sualınız qalıbsa, şərh bölməsində qeyd edə bilərsiniz. Sevə-sevə bütün suallarınızı cavablandıracağım. Bugünlük bu qədər. Növbəti videolarımızda görüşənədək sağ olun.